İnnallaha rabbi və rabbukum fa'buduhu hada siratun mustaqim. Gör nə gözəl sözdür. İşlədə bilmədiyin günah üçün kədərləninsənsə, onda bu günahın özündən də pisdir. Bunu alimimiz buyurur. Vay olsun sənin halına. Günahın balacalığına baxma. Sən kimə asi olursan ona bax. Günah sənə nə qədər kiçik görsənsə, o qədər Allah qatında böyükdür. Və günah sənə nə qədər böyük görsənsə, o qədər Allah qatında balaca olar. Allah Teala Musa əleyhissalam buyurur: Ey Musa, mənim ilk məxluqatlarımdan iblis məhv oldu. Çünki mənə asi oldu və mənə asi olan məhv olunan hesab olunur. O kəslər ki, onun yanına gedirlər, həm mal dövlətini itirirlər, həm ki, məhvə sürüklürlər özlərini. Çünki nəyə görə? Peyğəmbərimiz Quranı küfr etmiş, sayılır. Allah da Quran-ı Kərimdə buyurur ki, bunlar hamısı fitnədir, bunlar insanlar aldadırlar. Baxın, bunu, yəni o insanın əksinə nə inirlər? Özlərinə zülmə. Baxın, Allah Teala İsrail evladlarına buyurur: Mənə itaət etdikdə mən razı qalıram və mən razı olduqda xeyir dua verərəm və mənim xeyir duama məhdudiyyət yoxdur. Allah Teala buyurur: Mənə asi olduqda mən qəzəblənirəm və mən qəzəbləndikdə lənətləyirəm və lənətim 7-ci nəslə kimi çatar. Nəyə görə öz nəsillərinizi, gələcək nəsillərinizi təhlükəyə düşərsiniz bu saxtakarların yanına getməklə? Yəni, baxın, o insan ki, günah eləyir, insanlar belə o qəlbində həmən insanları neyini lənətləyir. Həmən insanları. Onlar çünki nədir? Həmçinin günahlar insanı zəlillik və bədbəxtliyə gətirir. Alimlərdən birisi buyurur: Onlar onun nifrətini qazandılar, yəni Allahın nifrətini qazandılar və ona asi olmağa başladılar. Onlar ona əziz olsaydılar, o onları günahlardan qoruyardı. Subhanallah. Çünki günah da sonuna neyiniyə? Günah gətirər. Həqiqətən Allah nifrət etdiyi qula heç kəs ehtiram etməz. Və bu barədə uca Allah deyib, Allahın alçatdığı kimsəyə heç kəs hörmət qoymaz. Baxın, kimlər gəlmədi? Kaşpirovski, Flankovski, nələr çıxdı vaxtı ilə. Nə qədər insanların pulunu mənimsədilər. Hani onlar? Yox olub, zəll olub getdilər. Çünki nəyə görə? İnsanları aldadırdılar. Həqiqətən heyvanlar, Adəm evladları, günah edən Adəm evladların, günah edəndən sonra yağışlar kəsilər, quraqlıq gələndə o heyvanlar belə Adəm evladlarını lənətləyər ki, sizin etdiyiniz günahların nəticəsizdir. Allah'a aslı insan mütləq zəlilliyə gətirər. Çünki izzətin mənbəyi yalnız uca Allahdır. Buyurur Allah da Quran-ı Kərimdə: Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütün Allaha məxsusdur. Yəni, izzət və qüdrət arzulayan Allaha itaət etməlidir. Buna nail olmalı. Çünki yoxsa mən görürəm, hiss edirəm, yalandan yox. Yalancıqdır. Bu əksinə hamısı insanları aldatmaqdan başqa şey deyil. Allah asili arxasınca yeni günahlar gətirir. O insanlar ki, gedir bu falçaların, cadukarların yanına, zəng eləyir, filan əlaqə qurur. Bilirsiniz nə qədər günah qapıları açır onlara? Bədbəxtçiliklər gəlir. Çünki şeytan artıq onlarda oturur. Ondan sonra nə inir? Həmən cadukara bağlanır, bütün var dövlətin verir, məni xilas elə. Amma günahın dalı açılır. Daha da bədbəxtçiliklər gətirir. Öz evladlarına yazığı gəlsin. Gətirir və o yaradır və onlardan ayrılma qula ağır gəlir. Və belə davam eləyir. Günah işləmənin bir hissəsinin cəzası digər günahın işlənməsidir. Və salih əməlin işlənməsinin mükafatı bir hissəsi növbəti yaxşı salih əmələ qapıdır. Qul xeyir əməl işlədikdə digər xeyir əməl deyər, məni də et. O onu etdikdə üçüncüsü və sonra dördüncüsü xeyir əməl deyər, məni də et. Bunun sayəsində xeyir çoxalar və bərəkət artar. Bu eyni ilə pis əməllərə də aiddir. Belə Allah'a itaat və ona asilik, yəni o kəslər ki asi olur, ondan sonra bütün günah qapıları açılacaq. O səni qurtarmır. Neysə deyir, şeytan vasitəsilə ola bilsin, bəzi şeylər düz çıxır. Amma nə qədər səni bədbəxtçiliyə salır. Səni caddan xilas etmir, xəstəliyi demir. Əgər onlar bütün xəstəlik mühaciriysə, onun tibb elmə nə ehtiyac var idi? Filan kəs nədir? Səndə filan ağrı var. O ağrını elə xəstəxanaya gedəndə deyirlər də. Tomografiya, sinimka filan. Görürsünüz nə ilə insanlar aldadırlar? Tibb yolu ilə. Çünki insanların ehtiyacı var, xəstə olan insanlara. Qul Allahın razı qaldığı əməl istəyərsə, işləyirsə, onları sevir və onlara üstünlük verirsə, onda Allah subhanahu wa ta'ala salih əməllə işləməyə və ona yatağında uzandığı vaxt, yerindən qalxdığı vaxt, mələklər gələr, həvəsləndirər, ey insan, dur yaxşı əməlləri çoxart. Əgər qul Allaha asiliyi sevirsə, o insan günah edirsə, Allah təala ona nə edir? Şeytanları göndərər. Ona görə insan günah edirsə, birinci öz əməllərinə baxsın.
Deməli, günah çox etmirsən ki, digər günah qapılarını açır. Cadukarların yanına çox getmirsən, Quran-ı kərimə küfr edən əməllər etmirsən, getmirsən, güya onlar nəyisə bilirlər. İtən əşyanın yerini dinə. Deyə bilər, şeytana ibadət et. Şeytan bəzi hallarda deyirlər, çox hallarda demirlər. Elə insan var ki, onun haqqında deyə bilmir. Deyik, sənin ətrafını deyir, çox bərkdir. Niyə? Dua edir, zikr edir, təhsiyə deyə bilmir. Amma insan ki, zəifdir və şeytanın hiləsinə aldanır, düşür onun tələsinə, ondan sonra malı. Bəzi falçılar, sadəlöh insanlar özlərini inandırmağa məcbur edirlər. Və onların pulları, malları haram yolla onların əlindən alırlar. Qum üstündə bəziləri cizgi çəkir, bəziləri güya əlinin içini oxuyur, bəziləri nə bilim, gələcədə mən filan şeyi görürəm. Bununla nə edir? Özünə cəlb edir, neynəsin? Uzaq olsun. Baxın, kim düşər düşməzlik, sınaq etsə, yaxud etdirsə, kim baxıcılıq etdirsə, yaxud öz falına baxdırsa, kim seyir etsə, yaxud seyirbaza müraciət etsə bizdən deyildir. Kim də kahinin yanına gidib onun dediyini təsdiqləsə, Məhəmmədin nazil olanın Quranı, Quran-ı Kərimi inkar etmişdir. Bunu Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur. Baxın. Kim seyir edərsə Allah şərik qoşmuş olur. Kim bir şeye bağlanarsa ona təvəkkül etmiş olur. O seyirbaza bağlanırsa deməli ona təvəkkül edib. Allaha deyil. Və o seyiri də açan deyil. Əksinə o seyirin elə mənbəyidir o. Necə olur? Bunlara görsənir. O qədər namaz qılan insanlar var. Bunlara niyə görsənmir? O falçılara görsənir. Özdə ki, hansı ki nə dinləri var, nə Allaha inanırlar, nə Quran oxuyurlar, nə bəziləri yalandan deyir, hə, namaz da qıl deyənlər var. Niyə cəmaatı inandırırsın? Namaz qılırsan, Quran oxuyansa bir Quranı aç oxu, gör sənin əməllərin Quranda necə buyurur, vəsb olunub. Şeytan adlandırılmışsan. Necə ola bilər ki, sən Allah sənə vergi verib? Harada yazılır? Peyğəmbər sonuncudur, bitdi. Vergi verilib buna. Yaxşı, vergi verilib, nə inirsən? Güya. Qeybi deyir. Yaxşı, pul qazanırsan da onda. Bilirsin, pul qazanmaq üçün nədir? Gəncləri aldatmaq üçün vasitədir. Allah təala bizi inşallah belə fitnələrdən qorusun. İnşallah, yəni bu barədə bəzi məsələlərə gələn verişlərimizdə toxunaraq, yəni bu insanlar həqiqətən də bu dinləyicimiz bu barədə çox xahiş elədi ki, söhbət eləyim, özünün də bir problemləri olub, seyirbazlar onu da aldadıb. Əvvəldə elə mənə gəldi ki, bunlar doğrudan qeybi bilirlər, sən demə sonunda gördüm ki, bunlar qaranlıq otaqlarda oturub şeytana ibadət eləyirlər. Quran-ı Kərim murdallığı ilə pis əməl edirlər ki, şeytan bunlara bəzi şeylər öyrətsin və bununla da neynəsin? Allah yolundan insanları azdırsın. Allah sevgisindən, Qurandan görürsən istifadə edirlər, amma hansı ki bunların əməlləri fırıldadan başqa bir şey deyildir. Hətta bəziləri var ki, onlar nədir? Şeytan öz bədənlərinə girir o anda. Nələrisə deyir, özündən keçir. Nəyə görə? İnsanlar ona allansın deyə. Hansı ki Allah bunları hamısını haram buyurur və bu məsələdə də inşallah digər verişlərimizi toxunacaq. Amma sonunda duanı oxuyaq və dinləyicilərimizlə vidalaşaq. Allahım, bu mübarək cümə günündə dualarımızı, istəklərimizi qəbul eylə. Allahım, dualarımızı qəbul etməklə bizləri sevindir. Biz sənin rəhmətinə möhtac, səni sevən bəndələrinlik. Allahım, səndən itaət və ibadət altında keçilən həyat tərzi, düzgün ölüm, rüsva edici və biabırçı olmayan qayıdış yeri istəyirik. Allahım, bizə nemətlərini artır, əks etmə, bizə hörmət et, bizi ucat, bizə bəxş et, bizi məhrum etmə, bizi üstün tut, bizdən üstün tutma, bizi razı sal, bizdən razı qal. Allahım, bizi əxlaqsızlıqdan, pis istək və ehtiraslardan, ədəbsiz əməllərdən və pis xəstəliklərdən qoru. Allahım, bizi bağışla, bizi doğru yola yönəlt, bizə ruzu və can sağlığı bəxş elə. Allahım, nemətin dayanmasından, bəxş etdiyin salamatlığın dəyişməsindən, qəfil intiqamından və bütünlüklə qəzəbindən sənə sığınırıq. Allahım, tez və gec olan, bildiyimiz və bilmədiyimiz bütün xeyirləri səndən istəyir. Tez və gec olan, bildiyimiz və bilmədiyimiz bütün şərlərdən sənə sığınırıq. Allahım, qulun və Peyğəmbərin səndən dilədiyi xeyri səndən diləyirik, sığındığı şərlərdən isə sənə sığınırıq. Allahım, səndən cənnəti və ona yaxınlaşdıran hər bir sözə əməl diləyir. Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz əməldən isə sənə sığınırıq. Allahım, səndən bizim barəmizdə çıxardığın hər hökmün xeyirli olmasını istəyirik. Allahım, xəstələrimdə şəfa ver, dünyasını dəyişən bacı qardaşlarımız, ata-analarımız isə yeni cənnət eylə. Allahım, ölkəmizi və bütün müsəlman ölkələrini qoru. Allahım, xalqımızı fitnə fəsadlardan qoru. Bizə bəxş etdiyin firavanlığını daimə ilə. Amin. Gizlən Mətanət bacı, qoy səni görməsin ki. Rəmlətirəm, bana baxıram. Halçı baba, bir rəvat görək həkim baba indi haradadır? Həkim baba, fil-filav, fil-filin,
Əsunçıram Mavlam bilin. Ulduzları seyr eyləyən, fələklərin sırrın bilən, hökmün bilən, ayin, ilin, əsunçıram Mavlam bilin. Yavrum, de görüm bu saat həkim baba hardadır? Fu, fu, aha. Bəs onu kim xilas edə bilər? Aha. Elşən, mətanət. Mətanət bacı. Mətanət bacı, mətanət bacı, mətanət bacı, mətanət bacı, mətanət. Yavrum, de görüm bu saat mətanət hardadır? Aha. Bax, mətanət oradadır.